وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Bismillahirrahmanirrahim. Elhamdülillah vahdə. Və salatu və salamu alə məllə nəbiyyə bədən mən bə'd. Esselamu aleykum və rahmetullah və rəkatuhu. Elhamdülillah. Biz deməli, Teysir-il İləh bişərhi adilləti şuruti la ilahe illallah. La ilahe illallah şərtləri barədə risaləni oxuyuruq və müəllif Ubey Cəbiridir. Rahiməhullah. Dünənəcən hafizəhullah deyirdik. Ama dünyasını değişti şeyh. Allah rahmet eylesin. Yani şeyh Sələfiydi. Sələfi şeyhlərdən biriydi. Lazım oldu danışırdı. Çəkindirirdi. Xəbərdarlıq eləyirdi, bilirdi. Təxminən 90 yaşacan Allah Teala ömür verdi ona. Şeyh böyük alimlərdən idi. Və hələ uşaq yaşlarından hafiz idi. 2-ci ya 3-cü yaşında gözlərini itirmişdi görməyin. Yəni görmürdü belə. Amma maşallah Allah elm vermişdi ona, fəhm vermişdi. Və ümumiyyətlə alimin dünyasını dəyişməyi, sələf alimi. Çünki bu saat alimlər azdır axı. Alimlərin az olan vaxtı. Düzdür adama təhsil, ancaq şeyx bizimlədir. Onun çalışmaları biz oxuyucuq daima. Elhamdülillah, Allah şeyxi bağışlasın, ona rəhmət eləsin. Və deməli, davam edək dərsimizi. Deməli, şeyx Rahiməhullah buyurur. El-Fakir ilallah Ubeyd ibn Abdullah ibn Süleyman el-Cəbiri. Birinci şərt şeyx toxunur və ümumiyyətlə biz keçən dərsdə dedik ki, la ilahe illallah elə belə demək, kim ki elə başa düşüb ki, elə belə demək bəs eləyir, səhv eləyib. Səhvdir. Çünki kim elə başa düşübsə səhvdir ki, bir dənə la ilahe illallah deyim, qutardı. Mən artıq müsəlmanam, heç nələməyim. Çünki la ilahe illallah demək, nələrdənsə çəkinmək lazımdır, nələrsə etmək lazımdır. Və keçən dərsdə də dedik ki, onun şərtləri var. 2 dənə rükünü olandan sonra hansı ki bir hissəsi bütün Allahdan qeyrinə ibadət olunan inkar edilir. La ilahə, bütün məbudlar Allahdan qeyrisinə inkar edilir. Və ispat olunur yalnız Allah, yəni ibadətə layiq, haqq, məbud, illallah. Yalnız Allahdır. La ilahə mənası budur. Və bəziləri yenə deyirəm, elə başa düşüblər ki, la ilahe illallah desə və salam, yox, səhvdir. Ona görə Vahb ibn Münebbih ona sual verirlər, deyirlər, məyər la ilahe illallah cənnətin açarı deyilmi? O dedi ki, bəli, cənnətin açarıdır, lakin hər açarın dişləri var. Hər açarın dişləri var. Ona görə o şərtlər, əməllər, onlar hamısı onun dişlərinin bir, namaz bir dişidir, oruc bir dişidir və s. Şeyx buyurur, rahiməhullah. شروط لا إله إلا الله قوله شروط جمع شرط والشرط في اللغة العلامة ويجمع على شروط وأشراط والمراد ها هنا ما يتحتم على المكلف معرفته والعمل به حتى يكون موحدا ظاهرا وباطنا. الشرط الأول علم بمعناها نفيا وإثباتا ودليل العلم قوله تعالى فاعلم أنه لا إله إلا الله وقوله إلا من شهد بالحق وهم يعلمون أي بلا إله إلا الله وهم يعلمون بقلوبهم ما نطقوا به بألسنتهم. ومن السنة الحديث الثابت في الصحيح عن عثمان رضي الله عنه قال رسول الله صلى الله عليه وسلم من مات وهو يعلم أنه لا إله إلا الله دخل الجنة. Ve Şeyh Rahimullah birinci şərti deyir ki, la ilahe illallah birinci şərti el-ilim. İlim yəni bilmək.
şərt odur ki, yəni onsuz mümkün deyil. Hər ibadətin şərtləri var. Hər ibadətin. Həm namazın, həm orucun, həm zəkatın, həm hər şeyin. La ilahe illallahın şərtləri bunlar qeyd olunur. Birdən bir deyə bilərlər ki, siz deyirsiniz ki, bəs artıq şey olmaz, bidətdir və s. 7 dənə şərt hardan gəldi? Kim deyib bunu? Bu ümumən Quranın sünnədən çıxarılan şərtlərdir. Quran sünnədən. Belə ola bilsin çoxdur. Lakin alimlər əsasən bu 7-ni qeyd edirlər. Amma ola bilsin şərtlər çoxdur. Və bəzi şeylər, məsələn, görsən, tohid 3 qismdir. Deyirlər, bu hardan çıxdı? Qurandan. Quran sünnədən. Rububiyyə, uluhiyyə, əsma-i və sifət. Hələ deyir, Fatihədədir də. Elhamdu lillah. Uluhiyyədir. Həmd yalnız Allah'adır. Uluhiyyə. Rabbul alemin. Rububiyyə. Ar-Rahmanir-Rahim. Əsma-i və sifət. Yəni, iki də ayədə həm tohid-i rububiyyə, həm uluhiyyə, həm əsma-i sifət var. Həmçinin şərtlər də la ilahe illallah şərtləri Quranla, sünnadan götürüldüm. Və ən birinci də elmdir. Çünki Allah Teala buyurur ki, fa'lem ennehu la ilahe illallah. Birinci bilməlisə əmr formasıdır. Fa'lem. Bilginə la ilahe illallah. Yəni, la ilahe mənası nəyi dəlalət eləyir? Və başqa ayədə buyurur ki, illə mən şəhidə bil haqqı və hum ya'lemun. Yəni, la ilahe illallahın bilməyinin vacibliyini göstərir ayə. Və hədisdə də, hədis də gətirir, sabit hədisdə, səhih hədisdə Osman radiyallahu anhudan gəlir ki, mən mətə və huvə ya'ləm ənəhu la ilahe illallah daxilə cənnət. Kim ölən vaxtı bilsə la ilahe illallah daxil olacaq cənnətə. Yəni, elm vacibdir. Və bilirsiniz ki, insanlar da elmdə fərqlidir. Var ümumən məlumatda olan, məsələn, ümumən var xüsusi, artıq bütün təfsilatı bilənlər. Məsələn, ümumən mömin də, itaət eləyən də Allahı tanıyır, bilir və asi də. Amma xüsusi elm Allah barədə hansı ki həya eləyir ondan, hansı ki qorxur, hansı ki sevir, hansı ki ona təvəkkülləyir. Bu xüsusi elmdir artıq. Bu asidə görürsən çox vaxt olmur bundan. Və ya olur, az olur. Çünki olsaydı asili eləməzdi. İnsan günah nə edir? Çünki tohidi zəifdir ya, Allah qorxusu zəifdir ona görə. İsim və sifətləri bilmir. Mənasını, təfsilatını bilmir ona görə. Və şeyx buyurur, və yetədəmmən şatruhal əvvəl nəfiyul ibadətə əmmə sivallahi cəllə və alə kəmə yetədəmmən şatruhal thəni İthbətuhə ləhu subhanahu və teala kəmə ənəl haqqı cəllə və alə la şərikə ləhu fi mulkihi və xalqihi və tədbirihi fəinəhu la şərikə ləhu fi ibadətihi və ədə mə bə'əsəllahu bihin nəbiyyin vəl-mursalin واتفقت عليه دعوتهم قال تعالى وما أرسلنا من قبلك من رسول إلا نوحي إليه أنه لا إله إلا أنا فاعبدون وقال نوح وهود وصالح يا قوم اعبدوا الله ما لكم من إله غيره وقال تعالى مخبرا عن اتفاق دعوة الأنبياء والمرسلين ولقد بعثنا في كل أمة رسولا أن يعبدوا الله واجتنبوا الطاغوت وقال عن خليل عليه الصلاة والسلام وإذ قال إبراهيم لأبيه وقومه إنني براء مما تعبدون إلا الذي فطرني فإنه سيهدين وجعلها كلمة باقية في عقبه لعلهم يرجعون وقال تعالى في ما أمر به نبيه محمد صلى الله عليه وسلم أن يبلغ هذه الأمة وقضى ربك ألا تعبدوا إلا إياه وقال في موضع آخر واعبدوا الله ولا تشركوا به شيئا فهذه الآيات وما في معناه من الكتاب الكريم صريحة الدلالة على أن الأنبياء والمرسلين جميعا دعوا قومهم إلى تحقيق معنى لا إله إلا الله أنه لا معبود بحق إلا الله قوله تعالى فاعلم أنه لا إله إلا الله تماما واستغفر لذنبك للمؤمنين والمؤمنات والله يعلم متقلبكم ومثواكم. والشيخ رحمه الله ayələr gətirir burada və bildirir ki bu tevhid, bu la ilahe illallah dəvət bütün peyğəmbərlərin dəvəti idi. Və bunu göstərir ki, bütün peyğəmbərlərin dəvəti isə bu da əsas. Çünki bütün peyğəmbərlərin dəvətini fikir versək olan vaxtında var idi problemlər. Hakimlə, insanlarla, iqtisadiyyatla və s. Hər şeydən var idi. Amma fikir ver peyğəmbərlərin dəvətinə la ilahe illallahı çağırırdılar. Deyirdilər ki,
ibadət yalnız Allaha məxsusdur və bu ibadəti yalnız ona eləyim. Hələ bu elə İyyəkə na'budu və İyyəkə nəstəinin mənasıdır. Yəni, əgər Fatihə surəsinə fikir versək, qardaşlar, həm tövhid rububiyyə, həm uluhiyyə, həm əsma və sifədir və tövhidin ümumiyyətlə əsas hissələri hamısı var. İmanın əsas hissələri hamısı var. İyyəkə na'budu, yəni yalnız sənə ibadət edəcək, səndən qeyrisinə ibadət eləməyəcək. Və İyyəkə nəstəin. Elə la iləhə illallahdır da. Və Şeyx Rahimullah burada bir neçə dənə ayə gətirir. Məsələn, Nuh, Hud, Salih öz qövmünə deyirdilər ki, ya qavmi abudullah, mə ləkum min ilahin qeyru. Bütün hamı deyirdilər ki, ey qövmüm, Allahdan qeyrisinə ibadət eləməyin. Və başqa ayədə Allah Teala buyurur ki, وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ مِنْ رَسُولٍ إِلَّا نُوحِي إِلَيْهِ أَنَّهُ لَا إِلَهَ إِلَّا أَنَا فَاعْبُدُونَ. Və səndən öncə də kimlər ki, rəsullar göndərmişik, onlara da bunu vəhiy edirdi ki, Allahdan başqa ilah yoxdur, yalnız mənə ibadət edin. Görürsən, bütün peyğəmbərlərin dəvət eynidir. Və sonra başqa ayədə Allah Teala buyurur, وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنِ اعْبُدُوا اللَّهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ. Və bütün ümmətlərə peyğəmbər yolladıq ki, yalnız ona ibadət edilsinlər və tağutdan çəkinsinlər. Və başqa ayədə İbrahim əleyhissalam buyurur ki, əbihi, atasına deyir. Burada atasına bəziləri deyib ki, əmisidir. Bilirsən nə üçün? Nəyə görə? Əbu Talibə görə. Yəni deyirlər ki, imamın atası da mömin olabilir, mömindir. Ona görə bu ayəni təvil ediblər rafsilər. Deyiblər ki, Allah Teala burada buyurur ki, وَإِذْ قَالَ إِبْرَاهِيمُ لِأَبِيهِ. İbrahim öz atasına deyəndə hətta başqa deyir, Azər. Azərə. Onlar deyirlər, əmisidir. Atası demirlər, Əbu Talibə görə. Çünki deyirlər, əlinin atası da mömindir. Amma səhih budur ki, həm əlinin atası, həm Peyğəmbər sallallahu aleyhi ve sellem atası mömin deyildi. Ona görə Əbu Talib dünyasını dəyişəndə əlini çağırdı, dik aparaq bastırıyı verməsin. Və Allah Teala buyurur ki, وَإِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِ إِنَّنِي بَرَاءٌ مِمَّا تَعْبُدُونَ إِلَّا الَّذِي فَطَرَنِي. Bəs başqa ayələr də gətirir. وَقَدَا رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّاهُ وَاعْبُدُوا اللَّهَ وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا. Yalnız və tövhid barədə ayələr çoxdur Quran. Ümumiyyətlə Quran əsas tövhiddir. Tövhid və əhkamlar. Və Şeyx Sa'di buyurur. Şeyx Sa'di buyurur rahimehullah, Şeyx Sa'dinin sözünü gətirir. El-ilmu la budda fihi iqrarul qalb. Bima'na ma talaba minhu el-ilmuhu və tamamuhu. Yəni elm odur ki, qəlb təsdiqləməlidir onu. Təsdiqləməsə fayda verməyəcək. Yəni la ilahe illallah deyən ama qəlbən təsdiqləməlidir. Əməllə təsdiqləməlidir həmçinin. Bima'na ma talaba minhu ilmuhu və tamamuhu. Yəni ya'lemu muqtadahu. Və hada el-ilm الذي أمر الله به هو العلم بتوحيد الله فرض عين على كل مسلم لا يسقط عن أحد كائنا من كان بل كل مضطر إلى ذلك والطريق إلى العلم بأنه لا إله إلا الله أمور. فالشيخ رحمه الله deyir, la ilahe illallah başa düşmək üçün, onu bilmək üçün vasitələr var. Ən vasitələrdən məsələn, səbəblərdən bəli azamuha, ən böyüyü tədbiru əsmaihi və sifatihi və fəalihi dallə alə kəməlihi və azamatihi və cəlalihi. فإنها توجب بذل الجهد في التآله له والتعبد للرب الكامل الذي له كل حمد ومجد وجلال وجمال. Yəni ən birinci Allahın isim və sifətlərini tədəbbür eləmək, dərk eləmək, başa düşmək. Onu bilsən, la ilahe illallah biləcəksən. Çünki Allahın isim və sifətlərini bilməyəndə la ilahe illallah düzgün başa düşün. Məsələn, özünüz görürsünüz də məsələn, gedirlər pirlərə, gedirlər məsələn ondan istəməyə, onun vasitə qoşurlar və ya Allahdan çox qeyrisindən qorxurlar və ya məsələn Allahdan çox qeyrisinə təvəkkül edirlər. Bunlar nədir? Allahı tanımayıblar deməli. Yəni Allahı tanısıyla belə eləməzdilər. Hamısı nədir? Cahillik. Allah barədə cahildirlər onlar. Düz deyirlər Allah, amma görürsən təvəkkülü Allahdan qeyrisinə edirlər. Duanı Allahdan qeyrisinə edirlər.
Bu nə deməkdir? Allah tanımır deməli. İkinci, el-ilm bi ennehu ta'ala huvel munfarid bil halq ve tedbir. Feyalem bidalike ennehu munfarid bil uluhiyyə. Və həmçinin bilmək lazımdır ki, Allah Subhanahu taala xəlq etməkdə və idarə etməkdə təkdir, şəriki yoxdur. Təkdir. Ən birinci nə olur? Ən birinci ona müraciət etməlisən. Ən birinci və xüsusən də o şeylərdir ki, yalnız o qadirdir, ona dönməlisən. Pirə yox, başqa şeyə görə yox. Başqa neyəsə görə yox. Və şeyx buyurur sonra, üçüncü, el-ilm bi ennehu munfarid bin ni'ami zahireti vel batina, diniyyə və dünyaviyyə. Fe inne zalika yucibu ta'alluqul qalbi bihi və mahabbetuhu ta'aluhu lehu vahduhu la şerike lehu. Həmçinin bilməlisən ki, Allah Subhanahu taala bütün nemətlər ondadır. Həm zahiri, həm batini, dünyavi məsələlər, həm dini məsələlər. Çünki belə olanda qəlb ona bağlanır daima. Bir şey olanda birinci Allah'ı yada salırsan. Amma o qəlbdə olmayanda dərhal başqasını yada salsın birinci. Yox. Qəlbində o əgər başa düşdün, qəlbivə kök saldı, nə oldu? Birinci Allah'a müraciət edəcəksən. Allah'a sıxınacaqsan. Həmçinin şeyh buyurur ki, "Ar-Rabi ma narahu və nesma'uhu min el-thawabi li'awlawiyyati al-qa'imin bi tawhidihi min el-nasr ve el-ni'am al-ajila ve min uqubatihi li'adaihi el-müşrikin lehu fe inne hada da'in ila-ilm bi ennehu ta'ala vahduhu el-mustaqil lil-ibade kulliha." Tayyib. Həmçinin dördüncü, yəni kömək edir la ilahe illallah'ı başa düşməyə, səbəbdir. Bax ki, tohid əhlinə, necə Allah Subhanahu taala tohid əhlinə kömək eləyib. Müşrikləri həmişə zəlil eləyib. Nə üçün? Tohidə görə. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellem tohidinə görə qələbə verdi Allah taala. Tohidə görə, tək Allah'a ibadət eləməyə görə. Həmçinin şeyx buyurur, "Və marifətə awsafil awthan vel andad." Həmçinin şirki bilməklə. Yəni sən istəyirsən tohidin tamamlansın, həmçinin şirki də bilməlisən. Yəni olmaz ki, sən tohidi biləsən, şirkdən xəbərin yoxdur. Şirki də öyrən. Nəyə görə? Ən birinci, hətta düşməyəsən ona. Şirk eləməyəsən. Əlləti ubidət ma'allah və təqdət əlihə və ənəhə naqisatun fi cəmil vücuh fəqinatun bizzət lə təmlik li nəfsə və li əabidihə nəfəm və lə darran və lə mevtən və lə həyətən və lə nüşuran və lə yansıruna mən ində əbədəhum və lə yənfəunəhum biməthi qalə zərra من جلب الخير أو دفع الشر فإن العلم بذلك يوجب العلم بأنه لا إله إلا الله وبطلان إلهية ما سواه. السادس اتفاق كتب الله على ذلك وتواطؤها عليه. Həmçinin bütün kitablar. Bilmək lazımdır ki, bütün kitablar tevhidi təbliğ eləyib. Həm Tevrat, həm Zabur, həm İncil, həm Quran, həm ondan qabaq olan, arada olan səhifələr və bizə məlum olmayan kitablar. Hamısı. Bütün peyğəmbərlər Adəmdən tutmuş, bütün Muhammed sallallahu aleyhi ve selleməcə hamı la ilahe illallah'ı təbliğ eləyib. Yalnız Allah'a ibadət olmağı təbliğ eləyib. Və həmçinin bilmək lazımdır ki, yəni xavasil xalq, əlləzinə hum əkmalul xalqiyyə əxlaqən və uqulə və ra'yan və savaba və ilmən və humur rusul və l'ənbiya və l'uləman rabbaniyyin qad şəhidullahi bidəlik ما أقامه الله من الأدلة الأفقية والنفسية التي تدل على توحيد أعظم دلالة تنادي على بلسان حالها بما أودعها الله من لطف صنعته وبديع حكمته وغرائب خلقه وهذه الطرق كلها أكثر الله من دعوة الخلق له بها إلى أنه لا إله إلا الله وأبداها في كتاب وعادها عند تعامل العبد في بعضها فلا بد أن يكون عنده يقين وعلم بذلك فكيف إذا اجتمعت وتواطأت واتفقت وقامت أدلة للتوحيد من كل جانب فهذا يرسخ الإيمان والعلم. Bunlar hamısı qardaşlar. Əgər sən la ilahe illallah düzgün başa düşmək istəyirsən qəlbində kök sala, şirkdən uzaq olasan, bunlar hamısını bilmək lazımdır, öyrənmək lazımdır, oxumaq lazımdır. Düzdür? Bunu məsələn cahil eşitəcək, mən bunu oxuyamıram, çətinləşdirmək istəmirik. Ancaq bilginə, dərslərə qulaq as, öyrən. Ola bilər,
Məsələn, la ilahənin şərtləri ola bilər, indi birindən soruşum, ola bilər, deməsin. Ola bilər 5-in yadında qalıb. Ola bilər 2-si yadında qalıb. Lakin o demək deyil, səndə yoxdur. O demək deyil. Adam görürsən, 7 dənə la ilahə illallah şərtin, məsələn, bir ay təkrarlamasın, görürsən, çaşırsan. Biri yadından çıxır. Bilməmək, birdən əzbər bilməmək, o demək deyil, sən bilmirsən və ya qəlbində yoxdur. Bunu xavariclər çaşdırırlar. Xavariclər deyirlər, la ilahə bilmirsənsə qutardı. Hər bir müsəlmanın qəlbində bunlar var. Elm, ixlas, yəqin, sidq, hamısında o inşallah var, hamısında. Lakin miqdarı ola bilər fərqlənsin. Miqdarı. Amma öyrənmək lazımdır bunları. Öyrənmək lazımdır, bilmək lazımdır. Şeyh buyuruyor, وَهُنَاكَ يُرَسِّلُ قَلْبِ الْعِلْمِ بِذَلِكَ فِي قَلْبِ الْعَبْدِ بِحَيْثُ يَكُونُ كَالْجِبَالِ الرَّوَاسِي لا تزلزله الشبه والخيالات ولا يزداد على تكرار الباطل والشبه إلا نمو وكمالا. Yəni, nə qədər ilmin, tevhidin güclənsə qəlbində, o qədər sən şübhələrdən, zəlalətlərdən qorunacaqsan. Yəni, çaşanların çoxusu nədəndir? Bilmirlər. Əhl-i sünnə əqidəsini öyrənməyiblər. Əhl-i sünnə mənhəcini öyrənməyiblər. Və budur səbəb. Savadsızlıq. Və in nəzarta bid-dəlil العظيم والأمر الكبير وهو تدبر هذا القرآن العظيم والتأمل في آياته فإنه باب أعظم إلى العلم والتوحيد ويحصل به من تفاصيله وجمله ما لا يحصل في غيره والطرق الموصلة إلى العلم في أمره صلى الله عليه وسلم بالاستغفار للمؤمنين والمؤمنات شمول للعصاة من المسلمين. قال الإمام أحمد ومن مات من أهل القبلة موحدا يصلى عليه ويستغفر له ولا يحجب عنه الاستغفار ولا يترك الصلاة عليه لذنب أذنبه صغيرا أو كان كبيرا أمره إلى الله تعالى. Və yəni şeyh bundan danışır. Yəni la ilahe illallah vacibdir. Öyrənəsən, bu şərtləri öyrənəsən və bu la ilahe illallahı deyəndə nə vacibdir eləmək, nə vacibdir çəkinmək. Elə belə deyil kəlmə. Xulasa budur. Ona görə İmam Əhməd buyurur, rahimullah, وَمَنْ مَاتَ مِنْ أَهْلِ الْقِبْلَةِ Kim qiblə əhlindən muvahhidən yusalli, yəni qiblə əhlindən ölsə, tohid əhlindən, yusalli aleyh, ona namaz qılınır, istiğfar olunur, bağışlanma dilənir, və la yahcun anhul istiğfar, və la yatruku salah aleyh, cənazə namazı qılınır, lidən bin ədnə bahu. Yəni, hansısa bir günah eləyibsə, ona görə namazı tərk eləmək olmaz cənazəni ona. Sagiran o kâne kebiran, emruhu ilallahi teala. Yəni, böyük günah sahibinə cənazə qılınır. Böyük günah sahibinə cənazə qılınır. Cənazə kimə qılınmır? Kafirə. Amma qiblə əhli hansı nə günah eləsə, yenə ona cənazə qılınır. Və sonra Şeyx İmam Əhməd məşhurdur. Kifayətdir, məsələn, onun vaxtında xəlifə küfr eləyirdi. Quran məxluqdur deyirdi. Bu küfürdür. Lakin şeyx, yəni hakim sayırdı onu və ona dua elirdi. Və sonra şeyx buyurur, وَإِذَا هُوَ مَا أَجْمَعَ عَلَيْهِ أَهْلِ السُنَّةِ فِي مَنْ مَاتَ عَلَى كَبِيرَةٍ مِنْ أَهْلِ التَّوْحِيدِ إِحَاطَةُ الْعِلْمِ بِأَعْمَالِ الْعِبَادِ وَمُجَازَاتَهُمْ عَلَيْهَا. Ümumiyyətlə, əhl-i sünnə mənhəci budur. Qiblə əhlindən hamısına cənazə qılınır. Bir dənə sübut olunsa, adamın kafir olmağına, onda tərk olunur. Sonra şeyh buyurur, İllə mən şəhidə bil haqqi və hum ya'lemun. Allah Teala buyurur, İllə mən şəhidə bil haqqi və hum ya'lemun. Qal İbn Kəsir, rahimullah, və istisna munqati, lakin mən şəhidə bil haqqi alə basiratin və ilm fə inəhu tənfə şəfaətuhu indahu biiznihi. وقوله أي بلا إله إلا الله قال الشيخ عبد الرحمن السعدي إذا نطق بلسانه مقرا بقلبه عالما بمن يشهد له ويشترط أن يكون شهادته بالحق وهي شهادته لله تعالى بالوحدانية ولرسله بالنبوة الرسالة وصحة ما جاء به من أصول الدين وفروعه وحقائقه وشرائعه. وقوله الصحيح إسحاق المسلم ومات وهو يعلم. والشيخ رحمه الله sonra gelir Sa'dinin də sözün gətirir təfsirdə İllə mən şəhidə bil haqq və hum ya'lemun. Yəni kim la ilahe illallahını nitq eləsə, iqrar eləsə qəlbinlə, bilsə nəyə şəhadət eləyir?
ki Allah təkdir ibadətdə, Peyğəmbər sallallahu aleyhi ve sellem göndərilmiş rəsuldur və təsdiqləyirsə ümumən dini və qaydaları, yəni şahidlik gətirirsə inşallah o adam sayılır mümin, o sayılır müsəlman. Və sonra buyurur, Səhih Müslimdə gətirən hədis deyir, mən mətə və huvə ya'ləm, qalə Nəbəvi, mubavviban aleyhi fi kitab-ül iman, babu dalil alə ənə mən mətə alə təvhid, daxiləl cənnə qat'an. İmam Nəbəvi buyurur, rahiməhullah, babın adını belə qoyulub Səhih Müslimdə ki, kim təvhid üzərində ölsə, daxil olacaq cənnətə. Yəni, və sonra gətirir bu hədisi. Kim la ilahe illallah bilsə, hansı ki əvvəldə keçdi bizdə, müəllif gətirir burada. Mən mətə və huvə ya'ləm ənəhu la ilahe illallah daxilədir. Kim bilsə la ilahe illallah o cür ölsə daxil olacaq cənnətə. Bilsə, yəni bir də la ilahe illallah mən biləm. Hələ yox. Yəni geniş mənada. İndi hər kəsin bilməyinin həddi var da. Nə qədər çox bildin, o da sənə faydası olacaq. Nə qədər az bildin, biraz təhlükədir. Ona görə öyrənmək lazım, qardaşlar. Oxumaq lazım, baxmaq lazım. Xüsusən, yəni avamlar, yəni laqeyd yanaşırlar. Cahillər yalaqeyd yanaşırlar buna. Elə bilirlər, onlara aid deyil. Bu müşkül məsələdir. İmam Nəbəvi buyurur. İmam Nəbəvi, inşallah bir gün danışarıq. İmam Nəbəvi barədə. İmam Nəbəvi, İbn Həcər. İnşallah bunlar əhl-i sünnə idi. İnşallah. Düzdür. Əqidə məsələlərində biraz əhl-i sünnəyə müxalif olan yerləri var. Yerləri var. Amma inşallah bunlar əhl-i sünnədən sayılacaqlar. Çünki elə məsələlər var ki, hətta əşarilərə müxalif çıxıblar. Sadəcə bu alimlərdən, bunlar böyük alimlərdir, İmam Nəbəvi, İbn Həcər. Hizbilər dərdən istifadə edir. Məsələn, onların şeyxindən danışanda, məsələn, deyir ki, əşidə İmam Nəbəvi, İbn Həcər. Onlar da səhv eləyibdir, lakin biz onları alim sayırıq. Və əslində Şeyx bin Baz deyir ki, imam yox. İmam yox, hafiz məsələn, alim Nəbəvi demək yaxşıdır. İmam yox, çünki imam odur ki, həm əqidədə, hər bir məsələdə etimad eləmək olar. Yəni, alimlər əgər deyilirsə, imam filan, məsələn, İmam İbn Teymiyyə, rahat deyə bilərsən. Hər bir məsələdə arxayın istinad eləyirsən. Amma İmam Nəbəvi yox. Bu işlənir. İmam Nəbəvi deyilir. Amma məsələn, bəzi məsələlərdə görürsən, müxalif olub əhl-i sünnəyə. O da indi təbiidir, onun səbəblərini inşallah bu məsələdən danışanda keçərik. Sonra inşallah. Sonra şeyx buyurur. İttəvqə sihədə istişhadil musannif istinbat-ı Nəbəvi fi lafzil hadis fi mə'na hadis kəthirə minhə mə rəvahu şeyxana Ubad ibn Samit radiyallahu anhu qala Rasulullah sallallahu aleyhi ve sellem mən şəhidə ən la ilahe illallah vahdehu la şərikə lə və ənə Muhammed Rasulullah və abduhu və rasuluh. Ubad ibn Samitdən rivayətdən gətirir, deyir, Buxari Müslim rivayət edib, kim şəhadət gətirsə la ilahe illallah, onun şəriki təkdir, onun şəriki yoxdur və kim şəhadət gətirsə ki, Muhammed Allahın qulu və Rasuludur sallallahu aleyhi ve sellem və kim şəhadət gətirsə ki, ənə İsə Abdullah və Rasuluh və kim şəhadət gətirsə ki, İsa Allahın qulu və Rasuludur və kəlimətu əlqahə ilə Məryəm və ruhun minh və ki, onun xəlqi də Allah Teala Cəbraili yollayır və onu Məryəmə əlqahə ilə Məryəm, Məryəmə ötürür, yəni üfürür cibindən, buradan üfürür Cəbrail, İsa'nın ruhun və düşür Məryəmin rəhminə. Belə atasız olur. İsa aleyhisselam. Allah Teala belə Cəbraili göndərir və Cəbrail üfürür cibindən. Cib, yəni bura. Və Məryəm hamilə qalır. Və kim şəhadət gətirsə ki, və cənnətu haqq, kim şəhadət gətirsə cənnət haqdır və cəhənnəm haqdır. Əgər kim bu əqidədə olsa, ədxələhullahul cənnə ilə mə kənə minəl əməl. Allah Teala onun əməlinə görə cənnətə salacaq, mərtəbəsinə. Əməlinə görə hansı mərtəbəyə salacaq. Yəni, bu əqidə bu olmalıdır müsəlmanda. Amma görürsən, bir gün bəziləri deyir ki, cənnət, cəhənnəm barədə
Deyirlər, kim oradan gəlib? Məhəmməd. Necə yəni kim oradan gəlib? Laf gəlməyib. Allah Taala deyib, bu sənə bəs deyil. Rasulullah deyib, bu sənə bəs deyil. Yaxşı, gəlib. Məhəmməd sallallahu aleyhi ve sellem Meyracda onu göstərdilər. Hətta əzabın bəzi növlərini göstərdilər cəhənnəmdə. Nə deyirsən? O sənin üçün televizorda göstərək. Birbaşa translyasiya olsun. İnsanlar qəribədir. Allah Allah xəlq eləyib, hər şey verib, indi də verməkdədir. Hər bir şey. Yəni indi də. Oturub deyir ki, o kim oradan xəbər gəldi? Savsızdır. Savadsızdır. Sən nə vadar eləyib belə deməyə? İman gətir. Laf heç kəs görməyib. Heç kəs. Allah Taala Quranda deyib. Qurana inanmırsan. Allah'ın müstahane. İnsan gör necə qəribədir. Şeyh buyuruyor ki, Muslim rivayet edilir ki, Cabir'den radıyallahu anhu'dan enne Resul sallallahu aleyhi ve sellem kal men lakiyallah la yüşrik bir şey an dakhilel cennet. Peygamber sallallahu aleyhi ve sellem buyuruyor ki, kim Allah'la karşılaşanda Allah'a şerik koşmayıpsa daxil olacaq cennete. Ve men lakiyahu yüşrik bihi şey'en dakhilen nar. Ve kim Allah'la karşılaşanda müşrik, şirk eləyən kimi qarşılayacaqsa daxil olacaq cəhənnəmə. Əsas şirkdir. Necə ki, əsas tövhiddir. Səni cənnətə salan tövhiddir, cəhənnəmə salan şirk. İndi çoxsundan soruşsan avamlardan şirk nədir? Onun kəlmədir. Bunu göstərir ki, görün qardaşlar, nə qədər bir çalışmalıyıq. Öyrətməyə, təlimə, həm evdə, həm qohumda, həm qonşuda. Yəni cavanlar, öz arozda. Yəni soruşqinə, öyrət, başa sal. Başa sal ki, olmaz belə şeylər. Şirk nədir, tövhid nədir? Və la ilahe illallah bilirsən, hə? Mənasını bilirsən? Bu kəlməni dedin, və salam, yox, hələ deyil. Bu kəlməni deyən belə eləməlidir, bu kəlməni deyən bunu tərk eləməlidir. Bu insanlar öyrənsinlər, bilsinlər, bilmirlər belə şeyləri. Bilmirlər, uzaq düşüblər. Düz yeni də aydındır, komünizm olub və s. Və sonra şeyh buyurur, وهذه الأحاديث كما ترى وما في معناه تفيد الأمرين الوعد بدخول الجنة لمن مات أهل التوحيد أن مرتكب الكبيرة لا يخرج عن مسام الإيمان. Və şeyh Ubeyd rahimehullah bu hədislərdən nəticə çıxardır. Deyir, iki şeyə dəlalət edir bu hədislər. Ən birinci ki, Allah Taala vəd eləyib ki, vəd verilir ki, o adama ki, kim tövhid üzərində ölsə daxil olacaq cənnətə. Və ikinci də fayda nədir? Ki, böyük günah sahibi müsəlman sayılır. Demək ki, şeyh murciələrindən xavariclərə rədd eləyir. Onlar deyirlər, böyük günah sahibi, xüsusən xavariclər. Müsəlman deyil. Amma mühtəzilər nə deyirlər? Böyük günah sahibi, mühtəzilər nə deyirlər? Xavariclər deyirlər, böyük günah sahibi kafirdir. Mühtəzilər? İki mənzil arasındadır. Yəni, dayanacaqdır deyəm. Yəni, nə müsəlmandır, nə də kafir. Bu sözsüz tanış deyil. Nə müsəlman deyiləm, nə də kafir. Mu'təzilə qədəsidir. Mu'təzilidir. Ona görə və əhl-i sünnət vəl-cəmaa ənəl fasiq milli mü'min bi imani və fasiq bi kəbirəti يزيد هذا توضيحا لما رواه البخاري عن انس بن مالك رضي الله عنه قال قال رسول الله صلى الله عليه وسلم من صلى صلاتنا واستقبل قبلتنا وكل ذبيحتنا فذلك المسلم الذي له ذمة الله وذمة رسوله فلا تغفر الله في ذمته. Tayyib. Və bunun nəticəsində şeyh də buyurur və başqa hədis də buna dəlalət edir. Kim bizim namazımızı qılsa, bizim qibləmizə dönsə, bizim yeməyimizi yesə, o müsəlmandır. Allah Taala onun artıq vədinə labüddür ki, inşallah cənnət əhlinə salacaq, müsəlman sayılır o. Və bununla şeyh birinci şərti qutarır, sonra keçir ikinci şərtə. İkinci şərt yəqin. La ilahe illallah deyəndə yəqin olmasın. Yəni, şəkk olmamalıdır. Birdən 2 də olar, birdən 3 olar. Yəni, la ilahe illallah deyən birinci elm. Bilməlidir. Bu kəlmə nədir, mənası nədir, nələr etmək lazım, nədən çəkim lazım. İkinci yəqin. Yəni, şəkk olmamalıdır. Ki, Allah Taala təkdir hər bir şeydə. Həm xəlq etməyində, ruzu verməyində, öldürməyində, dirilməyində və s. Bu olmalıdır insanın qəlbində. Allah ki, bu qalsın gələn dərsimizə. Allah şeyxə rəhmət elə Şeyx Ubeydə. Rahiməhullah.